Değerli izleyicilerimiz, hoş gördük. Yeni bir mənzillə hamımızın qarşınızdayıq. Bugün Nərimanov metrosunun yanında yeni tikili 17 mərtəbəli binanın 10-cu mərtəbəsində qanuni bir otaq, 2 otaq studiya şəklində düzəlmə bir mənzili sizlərə çəkib təqdim edəcəm. Vaxt itirmədən mənzil haqqında, proyekt haqqında sizi tanış edəcəm. İlk öncə keçək mənzilin giriş hissəsinə. Burada mənzilin giriş hissəsi yerləşir. Giriş qapıdan daxil olduqda belə bir gözəl dəhliz koridor hissə bizi qarşılayır. Sol tərəfdə güzgülü açarlıq hissə, sağ tərəfdə qardırop hissəsi yerləşdirilib. Baxın, belə bir tavana qədər yığılmış qardırop hissə var. Mənzil bir otaq olub, 2 otağa düzəlib. Mənzilin mətbəxi, mənzilin qonaq otağının tam qarşısına gətirilib. Burada gözəl bir qonaq otağı var. Lazım olan bütün əşyalar tam şəkildə təchiz olunub və əşyalarla birlikdə satılır. Mənzildə təmirdən sonra yaşayış olmayıb. Belə bir gözəl mətbəx hissəsi var. Mətbəx üçün də lazım olan bütün elektrik təchizatlar tam şəkildə yerləşdirilmişdir. Burada mənzilimizin sanitar qovşağı olan hamam tualet hissəsi yerləşir. Lazım olan aksesuarlarla da tam şəkildə təchiz olunub. Mənzilimiz 17 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşir. Orta mənzil, qarşısı açıq, gün düşəndir. Burada mənzilimizin yataq otağı yerləşir. Yataq otağından eyvana çıxış mümkündür. Baxın, belə bir gözəl eyvan hissəsi var və qarşısı açıqdır. Belə bir gözəl yataq otağımız var, dəyərli izləyicilərimiz. Lazım olan bütün əşyalarla təchiz olunur. Keçək mənzil haqqında ümumi məlumatı və qiyməti sizlərə qeyd edəcəm. Mənzilimiz Nərimanov metrosunun yaxınlığında Əliyar Əliyev küçəsində 17 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşir. 56 kvadrat ümumi sahəyə malik bu mənzil qanuni bir otaqdan 2 otağa düzəlib, bütün əşyalar da birlikdə satılır. Mənzilin qiyməti 250 min manat başlanğıc qiymətdir və real alıcıya endirim olunacaqdır. Mənzil haqqında bu qədər. Növbəti çəkişdə və mənzildə görüşənədək.